Allah bizi o günə qoymasın ki, biz danışanlarımızda qulaq asırıq. O çətin gündür. Millətin danışanı olar, qulaq asır. Bəzi millət var, danışanı yox. Baxın, bəzi Avropa xalqlarının içərisində nə danışacaq? Allah Lenin dirilsin yazın. Çox qulaq. Lenin dirilsin yazın. Nə danışacaq bugünkü cəmiyyətlər? Stalin dirilsin, Engels gəlsin, Marx gəlsin. Kimisə Avropanın dahiləri varsa dirilsin, gəlsin, görək bir günləri zəmanədə bu mikrofonu verək, ona nə danışacaq? Hansı nəzəriyyədən danışacaq? Amma Peyğəmbər deyir, Qur'anı zaman təfsir edəcək. Hər zaman gəldi, Qur'anın ona sözü var. Görürsünüz bizim ruhaniyyətimiz, 1400 ildir yazırlar, 1400 ildir danışırlar, 1400 ildir səhnədədirlər. Bu qədər düşmən var ruhaniyyətin. Məsihi, Yəhudi, Bütpərəst, başqa məzhəblər, ondan sonra öz içimizdən, hətta namaz qılanlarımız, hətta arxamızda duranlar, birinci cərgədə duranlar. Bizim pulumuzun siyasını tutub sosial şəbəkələrə çıxardanlar kimdir? Başımızın təkərini raz verib ölçüb deyənlər kimdir? Belə kostyum geymişdi, bahalı kimdir? Allaha and olsun, mən evdən çıxanda dava edirlər bu kostyumu geyirəm. Yoxsa istəyirəm elə o adi paltarda gəlir. Niyə deyirəm, o cəmaat qiymət eləməsin də. Mən gedəndən sonra deyirlər, o kostyumuna bax. Adam 16 ilə mən bir kostyum geyirəm. Bunu 1600 da alsam, ilə 100 manat düşür də. Belə deyil. Baxmayaraq ki, bunlar da var. Dədəsini bastırmışam, dalıncan danışır. Deyir ki, ona iqtida eləmək düzgün deyil. Oğlunun kəbini kəsmişəm, cəhənnəm. Qızının da kəbini mən kəsmişəm. Görürsən, dalıncan danışır. Bu da var, evli yox. Bunlar da hamısı Allah'ınlar, səhv eləyirlər. Bunların hamısını düzələcək. Biz də halal eləmişik. Allah inşallah bizim keçmiş Nəcəfə Bakıdan, Azərbaycandan pul göndərir də mədrəsəyə. Bilirsiniz onu? Mən neçə dəfə eşitmişəm, Nəcəfdə oxuyan tələbələr, dükanlar, ərəb, o kərtənkələ yiyən ərəblərdən faizda Bakıdan, yəni Azərbaycandan zəvvarlar gələcək və bizə pul gətirəcəklə dükandan nisya mal götürürlər.